Salam uşaqlar, 12 iyul 2026-cı il fizika qəbul suallarının izahına birlikdə baxaq. Normal düşüb suallar. 61-ci sualdan başlayaq. Bizim üçün sabit gərgin mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun yükünün onun lövhələrinin sahəsindən asılı qrafiki hansı lövhələr arasındakı məsafə sabitdir? Q bərabərdir SU düsturudur. Demək, uşaqlar sabit gərgin mənbəyinə qoşulubsa, biz bilirik ki, U-muz konstantdır. Onda biz tutma açırıq. Epsilon 0, S bölünsün D, vurulsun U-dur. Lövhə arasındakı məsafə də sabitdir, D-miz də sabitdir. S-imizi artırsaq, Q-miz də məhz artar və düz mütənasib asılıdır. Birinci sual. İkinci sualımıza keçək. 62-ci sualda bizim üçün deyir ki, demək uşaqlar, 62-ci sualda bizə deyir ki, demək, mərkəzdən keçən, bir dəqiqə, o mərkəzdən keçən, o disk müstəvisinə keçən və disk müstəvisinə perpendikulyar olan, ox ətrafında fırlanan disk üzərində 3 nöqtə göstərilmişdir. Bu nöqtələrin xətti sürətlər arasında hansı münasibət doğrudur? Biz buna iç-içə çevrə kimi, yəni konsentrik çevrələr kimi baxırdıq. Bu zaman konsentrik çevrələrdə qayda necə idi? Sürətimiz radiusla düz asılı idi. Radiusu böyük olanın sürəti böyük olurdu. İndi 1 ilə 2 eyni xətt üzərindədirlər. Bunların artıq sürətləri bərabərdir. Biz yaza bilərik ki, V1 bərabərdir V2-yə. 3-ün isə radiusu böyük olduğu üçün sürəti də böyükdür. Kiçikdirlər V3-dən uşaqlar. Ona görə cavab B variantıdır. Keçirik 63-cü sualda. Dəyişən cəryan dövrəsinə qoşulmuş və aktiv müqavimətimizi verib bizə. Yerimiz bərabərdir 50-dir. Rezistorun uzandakı gərginliyin zamandan asılı qrafiki verilmişdir. Rezistorun ayrılan gücü soruşur. Orta gücdən söhbət gedir. P bərabərdir. Demək, uşaqlar, U-nun maksimal qiymətini verdiyi üçün U maksimalın kvadratı bölünsün 2R yazacağıq. Maksimal qiymət verildiyi üçün. U-muzu 200 verib, mən 200 vurulsun 200 bölünsün 2 vurulsun 50 şəklində yazdım. U ilə bu ixtisar gedər burada. 2 qalar 2-də 200-ə vursaq edər məhz 400 uşaqlar. Aha, digərinə keçəyim. Demək, digər sualımız bizim uşaqlar 64-cü suala baxacağıq sizinlə birlikdə. Deyir ki, verilmiş metal üzərinə düşən işığın tezliyini sabit saxlamaqla, tezliyimiz dəyişmir. İntensivliyi 2 dəfə artırdıqda onun səthindən qopan fotoelektronların maksimal impulsu necə dəyişər uşaqlar? Biz nə demişdik uşaqlar? Demişdik ki, bizim demək, i doyma cəryan şiddəti, qopan elektronların sayı və düşən işığın intensivliyi, bunlar bir-birlərindən asılıdır, aşağıdan asılı deyil. Aşağıda, yəni gərginlik, kinetik enerji, sürətin kvadratı, impulsun kvadratı, tezlik və bir bölünsün dalğa uzunluğu deyəndə, bax, onlar isə aşağıdan. Yəni, bizdən impulsu, sürəti və gərginliyi və s. bunları soruşsa, biz aşağı baxacağıq və onlar yuxarıdan asılı deyil, yuxarıda aşağıdan asılı deyil. İndi bizdən də soruşduğu budur ki, demək, 2 dəfə artırılıb, tezliyimizi sabit saxlayıb, tezliyi sabit saxlayıbsa aşağıdakilərin hamısı sabitdir. Ona görə impuls məhz dəyişməz cavab B variantı. Digər sualımıza baxalım uşaqlar. Digər sualımıza baxalım. 60, demək, 5-ci sual. Cisim nazik 65-ci sual. Bu hissəni bir dənə artmış olum. 65-ci suala sizinlə birlikdə baxalım. Deyir ki, bizim üçün cisim nazik toplayıcı linzada 4 dəfə böyüdülmüş həqiqi xəyal alınmışdır. Yəni, xətti böyütməmiz F bölünsün D-dir. O da bərabərdir 4-ə. Mən buradan F-i tapıram ki, 4D-dir. Cisimlə onun xəyalı arasındakı məsafə D üstəgəlsin F bərabərdir 2,5 verib. F-imiz onsuz da 4D-dir. D üstəgəlsin 4D bərabərdir 2,5-ə. 5D bərabərdir 2,5-ə. D də bərabərdir 2,5 bölünsün 5-ə. Bu da eləyər 2-də 1. 2-də 1. Hə, D-imiz var.
Onda mən f-imizi tapanda f-imiz 4 vurulsun 2-də 1. Bu da eləyər 2 f-imiz də var. Onda böyük f istəyir bizdən. Fokus məsafəsini tapın. 1 bölünsün böyük f bərabərdir. 1 bölünsün deyir. Gəlsin 1 bölünsün məhz kiçik f. Bu da bərabərdir. 1 bölünsün 2-də 1. Gəlinsin 1 bölünsün 2. 2 qalxacaq yuxarı. 2 gəlsin 2-də 1. O da eləyəcək 2,5. 1 bölü f 2,5'dir. Mən f'i də tapsam, o da 1 bölünsün 2,5 olacaq. O da 10 bölünsün 25. Yəni biz belə yazarıq. Bir dəfə 25 yazaq. Bu da eləyər 0,4 və yaxud da ki 40 santimetr. Cavab D variantı. Aha, 66-cı sualda deyir ki, bəş cismin vakuumdakı çəkisi P0-mızı verib. P0 bərabərdir 2,8 Newtondur. Ondan sonra suya tam batmış halda çəkisi, sudakı çəkimiz P bərabərdir 2,4-dür. 2,4-dür. Onda mənim Arximedim avtomatik olur 0,4 çünki P0 bərabərdir P üstəgəl F Arximed düsturudur. P0'mız var. 2,8'dir. Yəni bunu verib 2,8. P'mizi verib 2,4. Buna da qalar 0,4. Bəli. F Arkimedimiz 0,4'dür. O da bərabərdir. Romayı bölünsün rho cisim vurulsun P0'dır. Yəni havadakı çəkidir. Yəni 2,5'dir. Və ya 2,8'dir daha doğrusu. Məndən də rho cisimi soruşur. Buradan rho cisimi tapsaq, rho cisim bərabərdir. Romayı bölünsün 0,4 vurulsun 2,8. Bu da bunlar ixtisar gedər. Burada qalar 7. Romayı vurulsun 7'yə. 1000 vurulsun 7 o da 7000 eləyəcək uşaqlar. 7000. Cavab Y variantı. Aha, digər sualımıza baxalım uşaqlar. Deyir ki, 68-ci sualda bizə deyir ki, hansı prosesdə verilmiş kütləli ideal qazın izoxor soyumasına uyğun. İzoxor deyirsə, biz avtomatik olaraq V-ni konstant götürürük. V konstantdır uşaqlar. Onda N də konstantdır. Onda rho da konstantdır. Vəssalam. Onda deyirik ki, N konstantdır. Ya 1,6 çıxacaq, ya 1,3 çıxacaq. Bizim üçün də deyir ki, temperaturdan asılılıdır. İzoxor soyumasına uyğundur. Soyuma deyirsə uşaqlar 1,6 olmuş olacaq Y variantı. Keçək digər səhvə. Aha, 69-cu suala baxaq. 69-cu sualda deyir ki, uşaqlar, 69-cu sualda deyir ki, demək, verilmiş bir cisim maqnit sahəsində çevrə üzrə bərabər hərəkət edən protonun impulsu azaldılarsa, onun dövrətmə tezliyi və cızdığı çevrənin radiusu necə dəyişər? Lap yaxşı. Biz radiusumuz R bərabər idi. M V bölünsün küp B düsturudur. Yəni P bölünsün küp B düsturudur. Aha. Bir cisim maqnit sahəsində çevrə üzrədir. Bölünsün hərəkət edən protonun impulsunu azaldırıq. İmpuls azalırsa bunun əyiliş radiusu azalacaq. Aha, R'miz azalacaq. A getdi, C getdi, Y getdi. Qaldı D variantı ilə B variantı. Biz bilirik ki, demək, Lorentz kütləsində demişdik ki, uşaqlar, biz maqnit sahəsində bizim periodumuz və tezliyimiz demək, radiusdan, sürətdən, impulsdan və kinetik enerjidən asılı deyil. Və dəyişməyəcək o zaman. Cavab D variantı. Yaddan çıxartmır. Yaxşı. 70-ci suala baxalım uşaqlar sizinlə birlikdə. 70-ci sualda bizə deyir ki, kübün yükünün elektrik sahəsinin A nöqtəsində intensivliyi modulu Y-dir. Məsafəsi R-dir. Olsa dəyişmir. Yəni Y1 bərabərdə K, Q0, yəni olsa Q-dür, bölünsün R kvadratıdır. Biz buna Y deyirik. Digəri mənfi yükdür. Çox gözəl. Məsafəsi eynidir. Onda Y2 bərabərdir. K, Q0'mız neçədir? 5 modlu 5 Q0 bölünsün R kvadrat. Biz buna da məcbur 5Y deyəcəyik. Aha. Y1 nə qədər? Amma hər ikisində istiqamətin biz bilirik ki, sağa doğru olacaq uşaqlar. Mənfinin ki özünə doğru, müsbətin ki də özündən kənara çıxır. Hər ikisi də eyni istiqamətdə olduğu üçün toplanılır.
Y yekun bərabərdir. Y1 üstəgəlsin Y2 olacaq. O da Y üstəgəlinsin 5Y. Bu da 6Y etmiş olacaq və sağa doğru. B variantı. Aha. 71-ci sualda bizim üçün deyir ki, x oxu üzrə düz xətli hərəkət edən cismin sürətinin proqnozlaşdırılmış zaman asılı qrafiki verilmişdir. Zamanın 0T1 aralığında cismin sürət və tərcih vektorlarının istiqaməti neçə dəfə dəyişmişdir. Biz bilirik ki, uşaqlar sürət zaman qrafikində istiqaməti zaman oxun kəsdiyi nöqtələrdir. 2 dənə zaman oxun kəsdiyi nöqtədir. 2 dəfə sürət istiqamətini dəyişib. Ona görə də C, D, Y variantı getdi, qaldı. Bizim A ilə B variantı. Birinci halda buna 1 deyək, buna 2 deyək, buna 3 deyək, buna 4 deyək. Birinci halda sürət müsbətdir, təcil mənfi. İkinci halda hər ikisi mənfi. Onda təcil yuxarıda da mənfi, aşağıda da mənfi. Üçüncü halda sürət mənfidir, təcil müsbət. Dördüncü halda da hər ikisi müsbət. Ona görə də təcil 2 dəfə, təcilimiz 1 dəfə mənfi oldu, 1 dəfə də müsbət olmuş oldu. Düzdürmü? Bizdən nə soruşur? Aralığın cisim təcil vektorların istiqaməti necə dəyişib? Birinci dəfədə onsuz da mənfidə idi, istiqamətini dəyişməyib, yenə də mənfi olaraq qalıb. İkinci halda da müsbətə bir dəfə istiqamətini dəyişib. O da A variantı. Keçirik 72-də. Aha, A, B hissəsində bilirik ki, bu kondensator durur. Bunu yaddan çıxartmayaq. D variantıdır. 73-cü sualda 4pi kvadratı, nü kvadratı, x max bu bizim uşaqlar demək mərkəzə qaçma tərzinin düsturu. Nə idi? A bərabərdir 4 pi kvadratı, nü kvadratı, r kvadratı, nü kvadratı r yazardıq və ya x max yazırıq, fərqi yoxdur. Bəli, o da mərkəzə qaçma tərzini bizə vermiş olacaq uşaqlar. Cavab təcilin maksimal qiymətini, C variantını bizə vermiş olur. 74-cü sual, yaxşı sualdır. Bizə deyir ki, 74-cü sualda demək, uşaqlar deyir ki, başlanğıc sürətlərimiz verilib. V1-imiz 3V, V2-imiz V-dir. Kütlələri M1-imiz M-dir, M2-imiz isə 2M olan cisimlər üfüqi müstəvidə yalnız sabit sürtünmə qüvvəsi təsir edir. Yalnız sabit sürtünmə qüvvəsi təsir edirsə uşaqlar, o zaman F sürtünmə, yəni əvəzləyicimizi verir, M-anı vermiş olur. F sürtünmə birincisində mü mg'dir. İkincisində F sürtünmə bərabərdir 2 mü mg'dir. Lap yaxşı. Onda deyə bilərik, 2 birincidən 2 dəfə böyükdür. İkincinin sürtünməsi birincidən 2 dəfə böyükdür. B-yə qaldı B ilə A variantı. Gəlirik təcilləri. Təcil A bərabərdir. Əvəzləyicini verdiyi üçün F sürtünmə bölünsün M-dir. Birincisində mü mg böl M-dir. M-lər gedər, qalar mg. İkincidə bu A1-dir. A2 bərabərdir. 2 mü mg bölünsün 2M-dir. Bunlar M-lər gedər, qalar yenə burada mg. Nə görür? A1, A2 bərabərdir. Cavab A variantı doğrudur. Aha. 75-ci sualda col vurulsun 10 bölünsün saniyə. Elə bu birbaşa Q bərabərdir U kvadratı bölünsün R vur T'dən U-nu tapsaq U bərabərdir kök altında Q R bölünsün T olar. Yəni col vurulsun 10 vurulsun bölünsün saniyə. Gərginlik C variantı. 76-da faydalı iş əmsalını bizdən soruşur. A faydalı bölünsün, A tam düsturudur. Buna görə 1 2-yə bərabərdir, 3-dən də böyütülər. Cavab Y variantı doğrudur. Maddənin 5 halından birbaşa qaz halına keçməsi uşaqlar demək sublimasiya, qazdan da bərkə desublimasiya idi. 78-ci sualda uşaqlar epsilonu verib, epsilonumuz bilirik ki LVB sinüs alfadır. Sürətimiz epsilonumuz sabitdirsə, sürətimiz də elə sabit olmuş olur. Cavab C variantı. 78-də cavab C variantı. 79-a baxalım uşaqlar. 79-a bizim üçün deyir ki, sarıqazdan cəryan şiddətini verib, ondan keçən maqnit selini verib, sarıqazdan maqnit sahəsinin enerjisini soruşur. Biz deyirik ki, enerjinin düsturu fi I bölünsün 2 düsturudur. Hə? 20 vurulsun 1/5 bölünsün 2-yə. 10 qalmış olar, bu da 15 edəcək. Eyni temperatur, 8 dənə baxırıq. Eyni temperaturla ağzı bağlı 3 müxtəlif qabı su və onun üzərində doyan buxarı vardır. Aha, doymuş buxardır. Doymuş buxarda
Biz bilirik ki, N, P və rho temperaturdan asılıdırlar uşaqlar. Temperaturumuz üçündə də eynidirsə, bunların üçü də bir-birinə bərabərdirlər. Vəssalam. 81-də kütləsi 3 kiloqram olan bir cisim çubuq üfüqi vəziyyətdə, bu suala artıq biz şəkildə şeydə baxmamız lazımdır. Şəkildə üfüqi vəziyyətdə bu 30 newtondan aşağı 3 kiloqramdır. 30-la aşağı da artır. Demək, bunun ağırlıq qüvvəsi buradan aşağı təsir etmiş olur vəziyyətdə razılıqda. Şəkildə verilənlərə görə dayağın reaksiya qüvvəsini bizdən soruşur. Lap yaxşı. Bu 30, bu 20 Newtonla da bu yüklə aşağıdır. 20-nin qolunu verib bizə. Biz buna da momentlər qaydasını tətbiq edib tapa bilərik də. Ən rahatı budur. Momentlər qaydası nə deyirdi? Saat əqrəbi istiqamətdə fırlanan momentlə saat əqrəbinin əksi istiqamətdə fırlanan momentlər bərabər olarsa sistem tarazlıqda qalar. Lap yaxşı. 30 vurulsun 3, üstə gəlinsin 20, bura 20-dir. 20 vurulsun 6. Biz artıq şeyi tapmış olduq. Saat əqrəb istiqamətdə tapdıq. İndi gərilmə qüvvəsi burdadır. Gərilmə saat əqrəbinin əksinə aparır. Bunun da qolu buradan bura 5-dir. T vurulsun 5-ə. 30-u vursaq 3-ə 90, 100, 20-ni vursaq biz 6-ya 120, 120 üstə gəlsin 90, 210 bərabərdir T vurulsun 5-ə. T də bərabər olar 42-yə. Lap yaxşı. Aşağı artan qüvvələrimizin cəmi 50-dir. Buradan aşağı 50 Newton aşağı dartırıqsa, onda yuxarı da 50 olmalıdır. Bizim bax buradakı gərilməmiz 42-dirsə, onda yuxarı bu tərəfdə də reaksiyamıza qalacaq 8. Cavab D variantı. Aha. Gəlirik donor və akseptora. Akseptor aşkarlarda donor. Donor aşkarlarda bilirik ki, elektronlar əsas, deşiklər qeyri-əsas. Akseptor aşkarlarda deşiklər əsas, elektronlar qeyri-əsas. Yarımketçi kristalda sərbəst elektronların sayı artır. Demək, özünə elektron birləşdirəndə uşaqlar sərbəst elektronların sayı artır. Bu donor aşkarlardadır. Aha. Yarımketçi kristalın deşiklərin sayı elektronların sayından çox olmasını təmin edir. Bu akseptor aşkar verdikləri zaman yəni müsbət olmalıdır. Demək, başlayaq bir-bir yazaq. 1 bura getdi. 2 demək, bura getmiş olacaq. P tipi yarımketçinin yaranmasına səbəb olur. Aşkarlar 3 bura gedəcək. N tipi yarımketçi 4 bura gedəcək. Doğrudur. 5 yarımketçi kristalın elektrik müqaviməti azalır. Hər ikində donor və akseptorda alıb-vermə proseslərində həmişə müqavimət azalır. 5 də ortaya getmiş olur. Sadəcə biz indi burada doğru cavabı görməyimiz lazımdır. Bir dəqiqə. Doğru cavab 2, 3 demək 1-ə getdi. 1, 4 sağa getdi. 5 də ortaya getdi. Cavab C variantıdır. Cavab C variantıdır. Yaxşı, uşaqlar. Keçirik 83-cü suala. 83-cü sualda bizim üçün deyir ki, bu da elə bizim impulsda olan sualımızdandır uşaqlar. Kütləsini verib M bərabərdir 0,5 kiloqramdır. Sürətimiz V bərabərdir 6-dır. 1 metr radiuslu R bərabərdir 1-dir. Hərəkət edən T-mizi verib bizim üçün 0,25 saniyə müddətində. Cisim impulsun dəyişməsi modunu hesablayın. Demək, uşaqlar, biz sürətimizi tapaq əvvəlcə, daha sonra periodumuza T bərabərdir 2 pi R bölünsün V düsturudur da. 2 vurulsun 3, o radiusumuz neçə verib? 1 bölünsün, sürətimiz neçədir? 6-ya. Periodumuz eləyir 1. Aha, periodumuz elədi 1 saniyə. Demək, periodu düz hesabladıq da. Periodumuzu düz hesablamışıq. Bircə dəqiqə T bərabərdir 2 pi R bölünsün V düsturudur. Tamam. Periodumuz 1 saniyədir. Onda bizim 25 saniyə, 0,25 saniyə ərzində cismin impulsun dəyişməsi. 0,25 hara düşür uşaqlar? Belə tapa bilərik.
Yəni 60 saniyə. Bura demək 0,1, 0,15, bura 0,3, burada 0,45, burada düşür 1 saniyə. Hə? Buradan 25 saniyə üçün kötləşməsin bunu hesablayıb. Ay, niyə özümüzü öldürürük? 0,25 4-də 1-ə düşür da. 0,25 4-də 1-ə düşür. Hı -hı. 4-də 1-ə düşür. Bəli. 4-də 1-ə düşür. 4-də 1-də bizim impulsun dəyişməsi delta P bərabərdir MV kök 2 eləyəcək də. 0,5 vur 6 vurulsun 1,4-ə. 3 vurulsun 1,4-ə. O da 4,2 eləyəcək. Aha. 84-də 1 millimetrdə 500 ştrixli olan difraks qəfəsinin üzərinə qəfəs səthinə perpendikulyar istiqamətdə tezliyi 4,5 vur 10 üstü 14 Hz olan monoxromatik işıq dəstəsi düşür. Alınan spektrdə maksimumların ən böyük tərtibi tapın. Yəni bizim üçün D bərabərdir. L bölünsün N düsturudur. O da bərabərdir K lambdaya. Şu alınan spektrin maksimumların ən böyük tərtibi bizim lambdada bizim üçün demək, işıq C də bərabərdir lambda nü düsturudur. Nü də bərabərdir C bölünsün lambdaya və ya lambda bərabərdir C bölünsün nü düsturudur. Burada yerinə yazaram. K vurulsun C bölünsün nü düsturudur. Məndən də maksimum ən böyük tərtibini hesablayın. K-nı soruşur bizdən. Bəli, K bərabərdir nü D bölünsün C-yə. Tezliyimiz 4,5 vur 10 üstü 14. Vurulsun D-miz nə qədərdir? Artıq D-mizi L böl N şəklində yazaq birbaşa. Demək, yəni bu hissəsini mən silim. Bu hissəsini mən silim. Bir dəfəlik burada hesablayanda formada yazmayaq. Demək, bizdən K-nı istəyir. K bərabərdir C vur N aşağıda qalır. C vurulsun N aşağıda qaldı. Nü L-də yuxarıda qalmış oldu. Nüyümüz 4,5 vur 10 üstü 14 vur L-imiz 1 vur 10 üstü 3 mənfi 3 bölünsün 3 vur 10 üstü 8 vurulsun N-imiz nə qədərdir? 500. Bu da bərabərdir. 10 üstü mənfi 3 ilə 10 üstü 14 gedər, 11 qalar. 11 ilə 8 ixtisar gedər, yenə burada 3 qalar. 3 ilə 4,5 burada ixtisar gedər. Burada qalar 0,9. Harda qaldı 0,9 vurulsun 10 üstü 3 bölünsün 500-ə. Bu da bu ikisində buna ixtisar gedəcək. Demək, qalacaq burada, demək, 90 bölünsün 5-ə. Düzdürmü? 900 bölünsün, 9 bölünsün 5-ə daha doğrusu. O da 1,6 eləyir də. Aha, demək, ən böyük tərtibini hesablayın. Bu da 1,5 elədi də. Görək, düzmə hesabladıq bunu. Maksimum ən böyük tərtibini hesablayın. Məncə düz olar. 1,6 eləyəcək məncə də. 90 dərəcədə sinusumuz 1-dir. Bəli. 86, 85-ə baxaq. Yuxarısı cəryanımız sola doğru axmış olur. Cəryanımız sola doğru axmış olur. Yuxarısı x-dır. Bəli, aşağısı nöqtədir.
Aşağı hissəsi nöqtədir. Deyir ki, bir el nöqtəsində bizdən şəkil müstəvisinə perpendikular istiqamətdə yönəlib, eldə bəli, düzdür. Bizdən x yolunda bizdən şəkil müstəvisinə bir doğrudur. El nöqtəsində şəkil müstəvisinə bizə doğrudur. Xeyr, 2 səhv. M nöqtəsində bizdən şəkil müstəvisinə xeyr, bizə doğrudur. 4 düzdür. El nöqtəsində sağa yönəlib, xeyr. O birisi də cavab 1, 4 görünür hal-hazırda. Bir də digərinə də baxım. Bir də M nöqtəsində sola yönəlib, xeyr. Cavab 1, 4 olur 85-də. 1, 4. Keçirik uşaqlar axırıncıya, axırıncı səhifədəyik. 86-cı suala baxalım. 86-cı sualda bizim üçün demək, düz xətlə hərəkət edən iki cismin təcinin onlara təsdiq edən əvəzləyici qüvvələrinin asılı qrafiki verilmişdir. Kütləsi m bərabərdir 2 m1 üstəgəlsin 5 m2 olan cismin 90 Newton verdiyi təcili hesablayın. m1 m2-ni tapaq. Birinci demək m1 bərabərdir 12 bölünsün 6-ya. Bu eləyəcək 2. m2 bərabərdir 12 böl 12-yə. Bu da eləyəcək 1. Tamam, indi m-i tapaq. M bərabərdir 2 vurulsun m1. Yəni 2, üstə gəlinsin 5 vurulsun 1. Bu da eləyəcək 9. 90 bölünsün 9, bu da eləyəcək 10. Keçək. 87-ci suala baxalım uşaqlar. 87-ci sualda bizə deyir ki, uyğunluğu yer səthindən şaqlı yuxarı atılmış cisim, yer səthindən şaqlı yuxarı atılmış hər hansı bir cisimimiz var. Yuxarı istiqamət atılmış bir cisim. V0 başan sürətlə şaqlı yuxarı atılmış cisim. Maksimal hündürlüyə qalxana qədər, hər hansı bir hündürlüyə qalxana qədər onun təsir edən ağırlıq qüvvəsini sabit qəbul etməli. Tamam. Havanın müqaviməti nəzərə alınmır. Azalır, artır, artır, azalır, dəyişmir. Sürətin modulu azalır. 2-yə gedir A. Təcilin modulu B. Bu dəyişmir. Bərabər təcillə qalxır, bərabər təcillə düşür. Çünki bizim üçün orada nəzərə almır. B getdi aşağı. Yer səthindən nəzərən potensial enerji artar. C getdi 1-ə. Tam mexaniki enerjisi dəyişməz. D getdi bura. Kinetik enerjisi də azalar. Y də getdi bura. 1-ə C, 2-yə A, Y, 3-ə də B, D. Lap yaxşı. Keçirik uşaqlar demək situasiya. Situasiya biraz maraqlı sual tipi var. Baxaq görək nə istəyir bizdən situasiyada. Aha. Balaca şey çatdıra bilsəm yaxşı olar. Deyir ki bizə şagird eyni deyir ki bizə şagirdlər eyni kolbalardan birinə 1 kiloqram kütləli su, digərinə isə 1 kiloqram kütləli bitki yağı töküb gücü 1000 watt olan eyni qızdırıcı ilə 20 dərəcədən 70 dərəcəyə qədər qızdırılır. Müşahidə olundu ki, bitki yağının temperaturu sudan daha tez 70 dərəcəyə çatdı. Suyun xüsusi istilik tutumu var, bitki yağının xüsusi istilik tutumu var. Temperatur dəyişmələri eyni, kütlələr eyni, onda xüsusi istilik tutumları ilə işimizi tapa bilərik. Bəli. Q bərabərdir Cm delta T düsturudur. Bu C1-dir. C1-imiz biz su götürsək, su götürək. Suyunki nə qədərdir? 4200 vur 1, vur. Delta T'miz nə qədərdir? 50-yə. Düzdür? Bəli. 4200 vurulsun, elə 50 şəklində yazaq qalsın. Bu Q1-imizdir. Q2 bərabərdir. Demək, 1700 vurulsun, 1 vurulsun 50-dir. Bu da elə 1700 vur 50-dir. Gördüyümüz budur ki, Q1 böyükdür Q2-dir. Aha, gördüyümüz budur. İndi bizə nə deyir? Deyir ki, güc eynidir. Bu miqdarın hamısının mayelərin qızmasına sərf olunduğunu qəbul edir. Qızdırıcıda ayrılan istilik miqdarının hamısının mayələrin qızmasına sərf olunduğudur. İtkimiz də yoxdur, lap yaxşı. İtkimiz də yoxdursa bu artıq əla oldu. İtkimiz də yoxdursa lap əla oldu.
Biz bunların hazır qiymətlərini də yazaq. 42 0,3 42 bizim üçün təqribən 210 min eləyəcək. Tamam, bunu 2 elədi. Bu nə qədər eləyəcək? Buna da baxaq. 1700'dür, düzdürmü? 700. Bırak bunu 50'ye. Sıfırımızın bir oradan gelecek. 80. Təqribən 85 min. Lap yaxşı. Aha. İndi deyək ki, mayenin 88-ci sualdan başlayaq. Mayələrin kütləsinin və temperatur dəyişməsinin eyni olmasına baxmayaraq, bitki yağının temperaturunun 70 dərəcəyə qədər daha tez qızmasının səbəbini müvafiq düsturla yazmaqla izah edin. Bəli. Bunlar Q bərabərdir. P vurusun T düsturudur. Bax, bizdən T-ləri müqayisə etməyək ki, qızmasının, bax, bunun tez baş verməsinin səbəbi nədir? Bax, buradan T bərabərdir. Q bölünsün P-dir. Bax, hər birində P konstantdır. Q'si az olanın T'si də azdır uşaqlar. Ona görə də yağ tez qızmasının səbəbi xüsusi istilik tutumu azdır. Azıq istilik miqdarı az olduğu üçün məhz yağın aldığı istilik miqdarı az olduğu üçün onun T'si də azdır. Bəli. Tez qızma səbəbini müvafiq düsturla yazmaqla izah edin. Düsturumuz budur. Q bərabərdir. P vurusun T düsturuna yazacağıq. Və səbəb də budur ki, xüsusi istilik tutumu az olduğu üçün aldığı istilik miqdarı da azdır. Ona görə də zamanımız da az sərf olunur. 89-da bitki yağının temperaturunun 70 dərəcəyə qədər sudan neçə saniyə tez çatdığını hesablayın. Gəl onda T-ləri tapaq da. Q1-imiz nə qədərdir? Yazmışıq 210 min. 210 min. Düzdürmü? Bölünsün. Gücümüz nə qədərdir? 1000. 2, 3 dənə sıfırımız bax, buradan ixtisar gedir. Qalar burada 210. Bu T1, T2-ni tapaq. Q2 bölünsün. P. 85 min bölünsün 1000'ə. Bunlar da buradan ixtisar gedir. Qalar 85. Aha, bizə deyir ki, bitki yağın temperaturuna qədər sudan neçə saniyə tez çatdığını hesablayın. 210 çıxılsın mən. 85'ini çıxsam, demək 25 qalmış olacaq. Bəli, 125 qalmış olacaq. 125 fərq aralarındakı fərqdir. 90'a baxalım, bir dənə qaldı 90. 90'da deyir ki, bir dəqiqə. Kəmiyyətlərin müvafiq qiymətlərini koordinat oxları üzərində göstərməklə suyu 70 dərəcəyə kimi qızdırdıqda onun temperaturunun qızdırıcıdan alınan isti miqdarının asılı qrafiqini qurun. Müvafiq düsturlardan istifadə edərək cavabınızı əsaslandırın. Bəli, suyu deyir. Bizim temperaturumuzun istilik miqdarından asılı qrafikini çəkək. Beləncə bir prosesdir. Neçə dərəcədən başlayır? 20 dərəcədən başlayır. 70 dərəcəyə qədər qızır. Nə qədər istilik miqdarını biz bayaqlar tapdıq? 210 min. Bəli. Yağınkini da soruşsa, yağın aldığı temperatur, amma onun istilik miqdarı, yəni o biraz daha tez çatacaq o qiymətə, yəni bu formanı almış olacaq. Təqribən yağı desəydi, bəli. Yağınki də bu qədər olmasın, 85 min olacaqdır. Əgər bizdən yağ istəsəydi. Hər bizə uğurlar. İnşallah ki, uşaqlar yaxşı yazıblar. Özünüzdən müğayət olasınız.